Bəli, Türkiyədən xəbər ötürməyə davam edirik. Bugün Türkiyə gündəmini terror hadisəsi götürdü. Ankaradakı terror hadisəsi artıq Türkiyənin əsas gündəmindədir. Qeyd edeyim ki, hadisə bugün Türkiyə saatı ilə 15:30 radələrində baş verib. Türkiyənin aerokosmik sənayesinin paytaxt Ankarada yerləşən müəssisəsində silahlı və bombalı hücum oldu və hadisə nəticəsində ilkin olaraq 3 nəfərin öldüyü bildirilmişdisə, artıq son dəqiqə alınan məlumata görə ölənlərin sayı 4-ə yüksəldi və 14 yaralı var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verdi bununla bağlı. Ərdoğan 14 yaralının olduğunu qeyd elədi və Türkiyə prezidenti bu dəhşətli terror aktını lənətlədiyini qeyd elədi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm dedi açıqlamasında. Onu da qeyd edeyim ki, Türkiyənin Daxili İşlər Nazirliyi Əli Yerlikaya hadisə baş verən andan dərhal sonra bir açıqlama verib və bu aktı terror aktı adlandırmışdı. TÜSAŞ Türkiyənin aviasiya və kosmik sənaye istehsalçısıdır və Ankarada, paytaxt Ankarada onun mərkəzi yerləşir və hadisə qeyd etdiyim kimi saat 15:30 radələrində baş verib. Əvvəlcə bir partlayış, ardınca isə silahlı insidentin olduğu qeyd olunmuşdu və Əli Yerlikaya açıqlama verərək bunu bir terror aktı adlandırdı. Qeyd eləyək ki, yaralanan 14 nəfərdən 3-ünün vəziyyətinin ağır olduğu bildirilir və Əli Yerlikaya həmçinin onu da bildirib ki, terrorçuların şəxsiyyətini müəyyənləşdirmə işləri hazırda davam eləyir. Kimliyi məlum olmayan, hansı terror təşkilatı olduğu bilinməyən bir şəxslər tərəfindən bu hadisə törədilib və onların kimliyi müəyyən edildikdən sonra ətraflı məlumat veriləcək. Hücumla bağlı araşdırmalar artıq başlayıb. Ədliyyə Naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada bu barədə məlumat verib. Qeyd edib ki, xəyanətkar terror aktı ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlanılıb. Bir baş prokuror müavini və 8 dövlət prokuroru təyin edilib bu işə. Araşdırma ciddi şəkildə davam etdirilir. Prezidentin köməkçisi, vitse-prezident Cevdet Yılmaz da hadisəyə reaksiya bildirib. Sosial media hesabından açıqlama verən Cevdet Yılmaz bu hadisəni ciddi şəkildə pisləyib, bu xain terror aktını pisləyib və yenə də o da ölənlərə Allahdan rəhmət diləyib, yaralılara şəfa diləyib. Qeyd edeyim ki, o xüsusilə vurğulayıb ki, bu terror hücumu Türkiyənin müdafiə sənayesində əldə edilən nailiyyətləri hədəf alır. Bu, Türkiyənin müdafiə sənayesi sektorunda əldə edilən nailiyyətlərə qarşı bir qəsdi terror hücumudur. Belə bir qeyd edib vitse-prezident Cevdet Yılmaz. Onu da qeyd edeyim ki, terror aktını pisləyənlər sırasında Rusiya prezidenti Vladimir Putin də var və həmçinin NATO'nun baş katibi Rutte də açıqlama verib və o da Türkiyənin yanında olduğunu bildirib. Terrorun hər növünü pislədiklərini xüsusilə qeyd edib. Sənaye və Texnologiya Nazirindən də açıqlama var. Mehmet Fatih Qaçır bu hərəkətləri o da pisləyib və dərhal bu terror aktını törədənlərin tez bir zamanda müəyyənləşdirilib, öz cəzasını çəkəcəyinə ümidvar olduğunu bildirib və xüsusilə qeyd edeyim ki, İstanbul şəhərində dünən işlə başlayan ən böyük texnologiya, aviasiya və kosmik sənaye sərgisi Saha Expo 2024 başlamışdı və Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri və Türkiyə Müdafiə Sənayesi yüksək səviyyədə təmsil olunurdu bu sərgidə və bugün bir neçə saat öncə Ankaradan gələn xəbərdən sonra Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti də Ankaraya doğru yol alıblar, yola çıxıblar və bu barədə də məlumat var və xüsusilə onu qeyd edeyim ki, hadisədən sonra Türkiyə mediasında, ümumiyyətlə mediada bəzi dezinformasiyalar yayılmağa başlayır və buna görə də dezinformasiya ilə prezident yanında dezinformasiyaya qarşı qrupdan da bildirilib ki, yalnız və yalnız rəsmi məlumatlara istinad edilsin və paylaşılsın və buna görə də bu hadisə ilə, terror aktı ilə əlaqədar yayımlar xüsusi nəzarətdədir və qeyri-rəsmi məlumatların yayılması qadağan edilib. Və son olaraq bir daha onu da qeyd etmək istəyirəm ki, hadisədə, bu terror hadisəsində ölənlərin sayı 4-ə yüksəlib, 14 yaralı var. 14 yaralıdan 3-ünün vəziyyəti ağırdır. Ən son məlumatlar hələ ki bu qədər. Real izləməyə davam edin.